Azərbaycanda yanvarın 4-ü səhər saatlarına olan faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza verilən məlumata görə ölkə ərazisində hava əsasən yağmursuz keçib, bəzi yerlərdə az yağış yağıb, lakin güclü külək əsib. Bir sıra ərazilərdə cənub-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalan Xızıda 18, Qobustanda isə 16 metr saniyəyə qədər gözlənir. Qar örtüyünün hündürlüyü tədricən əriyib, Şahbuzda 48, Qaxda 34, Qusarda 25, Lerikdə 20, Xınalıqda 19, Yardımlıda 15, Gədəbəydə 14, Daşkəsəndə 9, Şahdağda 10, Quba, Altağac, Sədərək, Şəkidə 6, Qəbələdə 3, Şərur, Ordubad, Qobustanda isə 2 santimetrdir.